Bu həyatda hər bir insanın öz hekayəsi var, hər bir insan öz hekayəsini, tarixini yazır və çalışmalıdır ki, o maraqlı olsun. Hər bir mahnının hər bir əsərində, hər bir şəklin, fotonun, onların da öz tarixi var və o tarix dərindirsə, o insan xarizmatik, o şəkillər dərin, o musiqi əsəri də cəlb edici olur. Yəni, hər bir insanı cəlb edir. Əgər ora ruhunu qoyubsansa və o ruh səndə varsa, bugün 23 fevraldır, bugünün də öz tarixi var, Sovet məkanında, post-Sovet məkanda kişilərin bayramı kimi qeyd olunurdu və hətta qızlarım oxuyanda məktəbdə də qeyd edirdilər. Mən belə şeylərə mənfi münasibət bəsləmirəm. Əgər insanlar arada sevinməlidir, sevinmək də bir sənətdir və arada bayramlar olmalıdır və hər bir bayramın da öz yeri, öz rolu var. Daha biz o bayramları da, bu bizə aid deyil, o aid deyil, amma əlbəttə Sovet dağıldı və Qırmızı Ordu da bir sıra müdaxilələr, bir sıra yerlərdə insanların azadlıq mübarizəsini tankları altında əzdi və son həddə Ukraynaya hücumu oldu. Ona görə də bugün öz əhəmiyyətini itirməyə başladı. Amma mən yenə də bugün də bütün ləyaqətli kişilərimizi təbrik edirəm. Çünki bizim ölkəndə ləyaqətli kişiləri var. Vətən üçün canlarından keçən nə qədər igidlərimiz var və əgər bir kişi, bir erkək həyatda öz ləyaqətini qoruyub saxlayırsa, əgər sizə sayğı göstərirsə, evdə də, ailədə də o erkəyin qədrini, dəyərini bilmək lazımdır qadınlar. Çünki kişilər az tapılır və onları da qorumaq qadınların boynuna düşür. 23 fevral get-gedə yəni öz əhəmiyyətini itirdi, soyuq bir günə çevrildi. Amma kişilərə də mütləq bir bayram günü olmalıdır. Hətta Avropada kişilərə gül dəstəsi, çiçək dəstəsi verirlər. Sırf belə deyək, kişilərin bayramında yox, hər hansı bir onların əlamətdar günlərində və kişilər üçün verilən gül dəstələri fərqli olur. Ona görə də kişilər də ilgi istəyir, sevgi istəyir, onlar özlərini tox tutsalar da dəyərli kişilərimizə də dəyər verməyi bacarın əziz qadınlar. Bu dünyada hər şey sizin əsərinizdir. Sevgi də sizə məxsusdur.